Allah Taala'nın kitabını oxumaq böyük ibadətlərdəndir. Çünki Allah Taala öz kitabında əmr elədi ki: "İqra bismi rabbikellezî xalaq." Səni yaradan Rəbbin adı ilə oxu. Allah Subhanahu va Taala oxumağı əmr elədi. Və Allah Taala nəyi də əmr eləyibsə soruşacaq. Mümkün deyil. Mümkün deyil ki, Allah bir şey əmr eləsin və əmr etdiyi şey soruşulmur. Çünki Allah Taala qullarını onların gücü çatmadığı heç nə ilə yükləməyib. Hətta ibadətlər özləri belə rahatdır əslən. Sadəcə xarab olan nəfsə ağır gəlir. Ramazan, oruc ildə bir dəfədir. 11 ay yaşadı, 11 ay hər şey eləyirsən, sadəcə 1 ay oruc tutursan. Həcc ildə bir dəfədir. Hətta ömürdə bir dəfədir. Nəinki ildə bir dəfə. Hətta ömürdə bir dəfədir. Və həmçinin də Quran-Kərim, Allahın kitabını oxumaq. Allah Taala öz kitabını oxumağı əmr edib. Allah Taala öz kitabına qayıtmağı, Allah Taala kitabla qəlbin rahatlaşmasını əmr edib. Allah Taala öz kitabına buyurur ki: "Əfələ yətədəbbərunəl Qur'ana am alə qulubin aqfaluha." Onlar Quranı tədəbbür eləmirlərmi? Yoxsa onların qəlblərinə qıfıl vurulub, yəni kilitlənib, bağlanıb, yəni xeyrə qarşı. Subhanallah nəbiyim, Allah Taala tədəbbür etməyənləri qınadı. Bəs oxumayanlar necə? Yəni tədəbbür düşünmək, Allah Taala'nın ayələrini düşünmək, Allah Taala nə demək istəyir? Allah Taala burada öz qullarına, öz yaratdıqlarına nəyi çatdırmaq istəyir? Allah Taala bunu düşünməyənləri qınadı və onu etməyənləri qəlbi kilitli adlandırdı. Subhanallah nəbiyim. Bəs oxumayanlar necə?